Gireceğim bu mağazaya inşallah. O manata neler aldım paylaşacağım. Gittik. Bu mağazanın Instagram, TikTok ve WhatsApp sayfası. O manata neler aldım paylaşacağım. Ancak 1 manatlıq malları çekeceğim. Bir tane bundan götürürüm Amine'ye. 1 manat. Bir tane bundan götürürüm 1 manatlıq. Bundan anne istəyir. Bundan da götürürüm. Buradan da bakacağım, görün bağ için, ev için lazım olan eşyalardan götüreceğim. Böyle nargent qabı götürürüm plastik bağ için kırılmasın diye. Heyətə. Şuşadır. Bunlardan da götüreceğim böyük. Bunlar da 1 manatdır. Bir tane de bu ölçüden götüreceğim. 1 manat. Bakın bunlar da 1 manat. Soyuducu için. Bunlar da 1 manatdı. Varımdı sadece olarak. Qablar da hamısı 1 manatdır da elə. Geçen de burada.
Bunlar da 1 manatdır. Demək 10 manatlıq məhsullar götürdüm. İndi bir göstərəcəm nələr. Bunu götürdüm. 2 dənə nar qənd qabı. Bir dənə bunu. Bunlardan götürdüm. Airfryer üçün qab. Paraşok, uşaq üçün oynamağa. Bir də qab sürtən. Bunu yoxlayacağım inşallah. Fikirlərimi bölüşəcəm. Gedirəm inşallah evə, aldıqlarımı paylaşacağım. Bir manatlıq mağazadan aldıqlarımı yavaş-yavaş göstərim sizə. Orada göstərdim, amma burada da tam göstərim. Mağaza Sumqayıtda yaşayanlar bilər, Pioner yolunda. Orada mağazalar var, orada yerləşir. Bunu Aminə istəmişdi. İnanırsınız ki, sədrəyə qədər neçə məktəbli mağazasına girdim, bundan yox idi. Bunu Aminə üçün almışam. Nə bilim, oyunlar düzətsin. 1 manat. 1. Belə soyucu üçün saxlama paketləri ağzı vakumlanandır. Ölçülü. Böyüyü də 1 manatdır. İnansınız ki, bu 1 manatlıq o deyirləri 1 manatda olan nə olacaq, amma eyni bu paketdən adını demirəm, başqa mağazada mən bu ölçüsünü 2 manata görmüşdüm. Eyni ilə bax bu. Yazıları eynidir, ölçüsü eynidir. Yəni 2 manata görmüşəm. Sonra ən çox işlənən ölçü bundan da bağ üçün götürmüşdüm, bura üçün bunları götürmüşəm. Bu da 1 manatdır. Ölçüsü də burada yazılıb. Biri böyük ölçüdür, biri orta ölçü. Balaca ölçü almadım çünki lazım deyil. Ondan sonra ən çox istifadə etdiyim bitmişdi. Belə paketləmə, rezin, boşqab ağzı. Bir paçka bundan götürdüm, bu da 1 manat. Daha sonra bundan bir dəfə aldım, yoxladım, yaxşı çıxdı. Yenə götürdüm uşaq üçün paraşok 400 qram. Yəni ətri də yaxşıdır. Qum kimi deyil, yəni paraşok kimidir. Bu salfetka, nəm salfetkadır. Paçka şəklində. Bu da 1 manat. İçində 4 paçkadır. Bu da 1 manat. Ən çox istifadə etdiyim airfryer üçün yağlı kağız. Bunu mən başqa mağazada 3 manata görmüşəm. Eyni bunu. Eyni bax bu. 1 manat. Sonra bunu bağı üçün aldım. Niyə? Çöldə çox saxlamaq olmur, şaqab qırılır. Plastik həyətdə istifadə eləməyə. 2 dənə nar qənd qabısıdır. 2 də nar qənd qabı. Yadımdan çıxdı göstərmə. Bunu orada soruşdum. Dedilər, qab qazanı təmizləmək üçün vasitədir. İndi mən onu yoxlayacağım. Yaxşı çıxsa, gələn videolarda fikirlərimi bölüşəcəm sizlə. Bir də unutmadan deyim, gələn dəfə necə bir videolar istəyirsinizsə, fikirlərinizi rəylərdə bölüşün. Yeni videolarda görüşənədək.